Salam əziz müəllimlər. MİQ və sertifikasiya sınaqlar toplusunun 7-ci sınağına baxaq. Doğru olan fikirləri müəyyən edək. Miqyası məlum olmayan qlobusun üzərində ölçmə işləri apararaq onun miqyasını müəyyən etmək olar. Bəli, bu doğru cavabdır. Belə ki, ekvatorun həqiqi uzunluğu bizə məlumdur. Yəni 40.000 kilometri qlobusun ekvatorunun uzunluğuna bölsək, miqyası tapmış olarıq. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Eyni proyeksiya ilə tərtib olunan və miqyasları bərabər olan müxtəlif ərazilərin xəritələrində təriflər eyni olmaya bilər. Bu da doğrudur. Məsəl üçün, silindrik proyeksiya ilə tərtib edilmiş xəritədə miqyas hər yer üçün eyni olmasına baxmayaraq, qütbətrafı ərazilərin tərifləri ekvatoral ərazilərin təriflərindən fərqlidir. İkinci şərt də doğrudur. İkinci şərtin olmadığı variantda silirəm. 1 bölünsün 66.000 miqyaslı xəttdə 20 cm-lik məsafə, 1 bölünsün 180.000 cm-lik miqyaslı xəttdə 35 cm-ə bərabər olar. Bu yanlış cavabdır. Birinci miqyas kilometrin ifadə olması olsa 0-dan %66 kilometr eləyər, 5-0 siləsi olsaq. Xəttdəki məsafə olan 20-yə vursaq, cavabımız eləyəcək 13,2 kilometr. İkinci miqyas isə 1,8 kilometrdir. Onu da xəttdəki məsafə olan 35 cm vursaq, cavabımız 63 kilometr eləyəcək. Yəni, üçüncü şərt yanlışdır. Qlobusun baş miqyasına əsasən onun xüsusi miqyası təyin edilir. Bilirik ki, xüsusi miqyas dərəcə toruna görə, yəni 1 dərəcəli meridian və paralel ölçüsünə görə hesablanır. Dördüncü şərt də yanlışdır. Kartografik proyeksiyalardan istifadə edildiyi zaman xəritələrdə heç bir tərif mövcud olmur. Şərti də yanlışdır. Kartografik proyeksiya zamanı kürə səthinin müstəvi səthinə çevrilməsi uzunluq, forma, sahə və bucaq təriflərinin əmələ gəlməsinə səbəb olur. 5-ci şərt də yanlışdırsa, A variantını da silərik. Şimal-şimal-şərq, şimal-şimal-qərb istiqamətləri arasında qalan fərq 45 dərəcədir. Şərtinə baxaq. Deməli, şimal-şimal-şərq 22,5 dərəcə şimal-şərqə doğrudur. Şimal-şimal-qərb də elə o qədər, təxminən 22,5 dərəcə şimal-qərbə doğrudur. Daha dəqiq desək, şimal-şimal-qərb istiqamətinin azimutu 337,5 dərəcədir. Bunların arasında 45 dərəcə bucaq fərqi var. Deməli, 6-cı şərtdə doğrudur. Cavab B variantı. Xəritə sxemi əsasən A nöqtəsindən 4 fərqli istiqamətdə hərəkət edən müşahidəçilər aşağıdakılardan hansılarını müşahidə edə bilməzlər? Əvvəla bu ərazinin Cənubi Afrika Respublikası olduğunu deyək. Bilirik ki, Cənubi Afrika Respublikasının sərhədləri daxilində anklav olan Lesoto və şimal-şərqində yarım anklav olan Esvatini və ya Svaziland ölkələri var. Və Cənubi Afrika Respublikası Cənub yarımkürəsində yerləşir. O cümlədən Cənub tropik xətti ilə kəsilir və Afrikanın cənubundakı subtropik iqlim qurşağında yerləşir. Birinci istiqamətdə hərəkət edən müşahidəçi yerin öz oxu ətrafında fırlanma sürətinin artmasını müşahidə edə bilər. Bu doğrudur. Çünki şimala doğru istiqamət eləyən müşahidəçi ekvatora doğru gedər və ekvatoral ərazilərdə yerin öz oxu ətrafında fırlanma sürəti digər ərazilərə nisbətən daha yüksəkdir. Birinci şərt bizə lazım deyil. Çünki bizə edə bilməzlər şərti verilib. Birinci şərtin verildiyi variantları silirəm. Dördüncü istiqamətdə hərəkət edən müşahidəçi soyuq okean cəryanları ilə rastlaşa bilər. Dördüncü istiqamətlə hərəkət edən müşahidəçi qərbdə Bengel cəryanını görə bilər. İkinci şərtdə doğru fikir ifadə elədiyinə görə bizə lazım deyil. Üçüncü istiqamətdə hərəkət edən müşahidəçi gecə və gündüzün uzunluqları arasında vaxt fərqinin azalmasını müşahidə edə bilər.
Üçüncü istiqamətlə hərəkət edən müşahidəçi cənuba gedir və qütbə doğru getdikcə gecə ilə gündüzün uzunluqları arasında fərq artmalıdır. Bu şərt yanlış olduğuna görə bizə lazımdır. Dördüncü şərtə baxaq. İkinci istiqamətdə hərəkət edən müşahidəçi bu istiqamətdə yerli vaxtın daha geri olduğunu müşahidə edər. İkinci istiqamət şərqə doğrudur və şərqə doğru getdikcə vaxtın daha irəli olduğunu bilirik. Deməli, bu şərtdə yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır. Beşinci şərtə baxaq. Bütün istiqamətlər üzrə hərəkət edən müşahidəçilər gecə və gündüzün adil növbələşməsinin pozulmadığını müşahidə edə bilərlər. Bu şərt doğru fikir ifadə edir. Belə ki, Cənubi Afrika Respublikasının şimalından tropik xətti keçir və Cənub qütb dairəsinə qədər və ya şimal qütb dairəsinə qədər qalan məsafədə, qalan ərazidə gecə ilə gündüzün adil növbələşməsi baş verir. Deməli, 5-ci şərt doğru fikri ifadə edildiyinə görə bizə lazım deyil. İkinci və 4-cü istiqamətlərdə hərəkət edən səyyahlar günəşin zenitdə olma prosesini müşahidə edə bilərlər. Bu şərt yanlışdır. Belə ki, Cənubi Afrika Respublikası bayaq da dediyimiz kimi Cənub tropikindən aşağıdadır və ikinci, 4-cü istiqamətlərdə hərəkət edən müşahidəçi Cənub mülayim işıqlanma qurşağında hərəkət etmiş olar və burada da günəş zenitdə ola bilməz. 6-cı şərtdə yanlış fikri ifadə edildiyinə görə bizə lazımdır. Cavab Y variantı. Qrafikdə A məntəqəsi üçün il ərzində günəş şüalarının günorta vaxtı düşmə bucaqları verilmişdir. Bunu nəzərə alaraq A məntəqəsi üçün doğru fikir müəyyən edək. Əvvəlcə bu xəttə nəzərən məntəqənin coğrafi enliyini müəyyən edək. Bunun üçün ən yaxşı metod 3-cü və 9-cu aylarda, yəni mart və sentyabrda günəş şüalarının düşmə bucağının neçə dərəcə olduğunu təyin etməkdir. Belə ki, həmin vaxtlarda günəş ekvatorda zenitdədir və günəş şüalarının düşmə bucağı ilə coğrafi enliyin cəmi 90 dərəcə olur. Və 3-cü ayın son 10 günlüyündə günəşin təqribən 60 dərəcə bucaqla düşdüyünü görə bilirik. Yəni, məntəqənin 30 dərəcə coğrafi enlikdə yerləşməsi məlum olur və iyun, avqust aylarına doğru günəş şüalarının düşmə bucağının aşağı düşməsi bu məntəqənin cənub yarımkürəsində olduğundan xəbər verir. Deməli, təqribən 30 dərəcə cənub eni. Məntəqənin yerləşdiyi yarımkürədə musson rejimli çaylar rast gəlinmir. Bu şərt sınaqlar toplusunda doğru cavab kimi götürülüb. Belə ki, cənub yarımkürəsində musson iqlim tipi yoxdur. Musson iqlim tipi subtropik və mülayim iqlim qurşaqlarının şimal yarımkürəsinə aiddir. Ancaq nəzərə alsaq ki, cənub yarımkürəsində Parana kimi, Zambezi kimi mövsümi səviyyə dəyişikliklərinə malik çaylar var. Sadəcə onlar musson rejimdə deyil, tropik savanna iqlimindədirlər. Tropik savanna iqlimi isə mussondan fərqli bir anlayışdır. Deməli, birinci şərti doğru götürmək olar. Birinci şərtin verilmədiyi variantları silirəm. Məntəqənin yerləşdiyi paraleldə yerin orta fırlanma sürəti Bakı şəhərinin yerləşdiyi paraleldəkindən daha azdır. Bu şərt yanlışdır. Çünki ekvatora nə qədər yaxındırsa məntəqə, onun yerləşdiyi coğrafi enlikdə yerin öz ox xətlərində fırlanma sürəti daha böyükdür. Bu məntəqə isə 30 dərəcə cənub endədir, Bakı isə 40 dərəcə şimal endədir. Deməli, ikinci şərt yanlışdır. Məntəqənin yerləşdiyi işıqlanma qurşağı daxilində subtropik iqlim qurşağı mövcuddur şərti doğrudur. 30 dərəcə cənubi eni cənub mülayim işıqlanma qurşağında yerləşir və cənub mülayim işıqlanma qurşağı daxilində subtropik iqlim qurşağı var. Üçüncü şərt də doğrudur. Y variantını götürmürük.
İl boyu məntəqədə günorta vaxtı cisimlərin kölgəsi şimal istiqamətinə düşür. Şərti yanlışdır. Belə ki, bu məntəqə cənub tropikindən aşağıdadır və il boyu kölgələr hər zaman cənubu göstərər. Dördüncü şərt yanlışdır. C variantını da silirəm. Məntəqənin yerləşdiyi ərazidə gecə və gündüzün adi növbələşməsi pozulur. Gecə ilə gündüzün adi növbələşməsi qütb işıqlama quşaqlarında, yəni 66,5 ilə 90 dərəcə coğrafi enliklər arasında pozulur. Deməli, 5-ci şərt də yanlışdır. 6-cı şərtə baxaq. Məntəqədə həm havadan, həm də buluddan çökən yağıntı növləri müşahidə oluna bilər. Bu şərt doğrudur. Belə ki, kontinental iqlim şəraitində buxarlanma demək olar ki, baş vermədiyi üçün bulud formalaşmaz və nəticədə düşə biləcək yağıntı əsasən havadan çökər. Rütubətli iqlim şəraitində isə bulud formalaşar və düşən yağıntı buluddan da düşə bilər. 30 dərəcə cənub enliyində isə həm tropik səhralar, həm də rütubətli tropik iqlim tipinə aid olan okean səthi də mövcud olduğu üçün bu fikir doğrudur. Cavab B variantı. X paraleli üzərində A məntəqəsi 4-cü saat qurşağının şərq sərhədində, B məntəqəsi isə 16-cı saat qurşağının qərb sərhədində yerləşir. Bu paralelin 1 dərəcəlik qövsün uzunluğu ilə Bakı şəhərinin yerləşdiyi paralelin 1 dərəcəlik qövsün uzunluqları cəmi 157,1 kilometrə bərabərdir. Buna əsasən məntəqələr arasındakı ən qısa məsafənin miqyası 1/14.340.000 olan xəritədə neçə santimetr olduğunu hesablayaq. Əvvəlcə məntəqələrin hansı coğrafi uzunluqda olduğunu tapaq. A məntəqəsi 4-cü saat qurşağının şərq sərhədində, yəni 67,5 dərəcə şərq uzunluğunda yerləşir. B məntəqəsi isə 14-cü saat qurşağının qərb sərhədində, yəni 157,5 dərəcə qərb uzunluğunda yerləşir. Onların arasında ən qısa məsafə soruşulduğuna görə aradakı coğrafi uzunluq fərqi 180-dən kiçik olmalıdır. Verilmiş bu halda isə aradakı məsafə 225 dərəcədir və biz bunu 360-dan çıxmalıyıq ki, ən qısa məsafə tapılsın. Bu da 135 dərəcə deməkdir. Bundan məlum olur ki, bu iki məntəqənin arasında 135 dərəcə coğrafi uzunluq fərqi var. Məntəqənin yerləşdiyi paralelin 1 dərəcəlik qövsünün uzunluğunu tapmaq üçün 157,1-dən 85,4-ü çıxarıq. Belə ki, Bakının yerləşdiyi paraleldə 1 dərəcəlik qövsünün uzunluğu 85,4 kilometrdir. Bu da eləyir 71,7 kilometr. İndi həqiqi məsafəni tapmaq üçün bizə verilən 135 dərəcəni 71,7-yə vurarıq. 1 dərəcəlik qövsün uzunluğuna. 135 dərəcəni vururuq 71,7 kilometrə, eləyir 9679,5 kilometr. Miqyasımız da 1/143,4 kilometrdir. Belə ki, 100 minə bölsək 143,4 kilometr edir. 9679,5-i 143,4-ə bölsək cavabımız 67,5 kilometr eləyəcək. Yəni E variantı. Keçid iqlim qurşağının formalaşdığı coğrafi obyektləri müəyyən edək. A variantında Somal yarımadası, İslandiya və Şri-Lanka adaları verilib. Somal yarımadası subekvator iqlim qurşağında, İslandiya adası subarktik iqlim qurşağında və Şri-Lanka adası subekvator iqlim qurşağında yerləşir. Deməli, cavab A variantı. B variantında Saxalin adası tamamilə mülayim iqlim qurşağında, C variantında Hokkaido adası tamamilə mülayim iqlim qurşağında, D variantında
Newfoundland və Falkland adaları tamamilə mülayim iqlim qurşağında. Y variantında Kuba adası tamamilə tropik iqlim qurşağında yerləşir. Adalarda yerləşən vulkanları müəyyən edək. A variantında Klüç-Sopkası Kamçatka yarımadasında, B variantında Orisaba vulkanı Kordler dağlarında, C variantında Popocatépetl vulkanı o da Kordler dağlarında, Y variantında Cotopaxi Ant dağlarındadır. Ancaq D variantında Erebus vulkanı Ross dənizindəki Ross adasında, Bardambunga İslandiya adasında, Montampele Antil adalarından biri olan Martinika adasında yerləşir, Mərkəzi Amerikada. Cavab D variantı. Rəqəmlərə müvafiq gələn dağ silsilələrini müəyyən edək. Bir rəqəmi ilə Sudur silsiləsi verilib. Deməli, B, D variantları silinə bilər. 2 rəqəmi ilə Cəfər Yaylaq silsiləsi verilib. Deməli, A və Y variantları da silinə bilər. 3 rəqəmi ilə Təngi silsiləsi verilib. 4 rəqəmi ilə Qovdaq silsiləsi verilib. Deməli, cavab C variantı. Qarabağ silsiləsində Xocayurt, Sarıbaba və Buzduq zirvələri var. Buzduq dağının Murovdağ silsiləsində də adı keçir. Ehtimal ki, hər iki silsilədə var. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Murovdağ silsiləsində Zod aşırımı yoxdur. Zod aşırımı Şərqi Göyçədədir. Böyük Kirs yoxdur. Böyük Kirs Qarabağ silsiləsindədir. Raqdan da Böyük Qafqazdadır. İkinci şərt yanlışdır. Zəngəzur silsiləsində Qazangöl dağ və Biçənək var, ancaq Kükü dağ Dəriləyəzdədir. Deməli, üçüncü şərt yanlışdır. Yan silsilədə Yarı dağ, Heydər və Qızılqaya zirvələrinin hər üçü var. Dördüncü şərt də doğrudur. Şah dağ silsiləsində Qara Arxaç var, ancaq Böyük Hinal dağından Ömər aşırımı hər ikisi Murovdağdadır. 5-ci şərt də yanlışdır. Cavab C variantı. Yalnız bir ölkə ilə əhatələnən su hövzələrini müəyyən edək. Dünyanın siyasi xəritəsində görə bilərik ki, İon dənizi İtaliya və Yunanistanla, Fin körfəzi isə Finlandiya, Rusiya və Estoniya ilə həmsərhəddir. Botnik körfəzi İsveç və Finlandiya ilə, Andaman dənizi isə Myanma, Malaziya və Hindistanla əhatələnib. Riga körfəzi Estoniya və Latviya ilə, Azov dənizi Rusiya və Ukrayna ilə həmsərhəddir. Egey dənizi Türkiyə və Yunanistanla, Biskay körfəzi isə Fransa və İspaniya ilə əhatələnib. Mərmərə dənizi sadəcə Türkiyə ilə, Müqəddəs Lavrenti körfəzi isə sadəcə Kanada ilə əhatələnib. Cavab Y variantı. Xəritədə verilmiş sahil relif forması ilə bağlı olan doğru fikirləri müəyyən edək. Sahil relif formasından bu ərazilərin fiordlar olduğunu görmək olar. Buzlaq mənşəli relif forması. Ensiz dərin yamaclar dik və qayalıq olan dəniz körfəzləridir. Şərti doğrudur. Bizə də doğru fikirləri soruşduğuna görə birinci şərtin olmadığı variantları silirəm. Dağların sahilləri paralel olaraq uzandıqları yerlərdə dağlar arasındakı çay vadilərinin dənizin suyu altında qalması nəticəsində yaranır. Şərti Dalmasiya adlı sahillərə aiddir. Bu buzlaq mənşəli relif forması deyil və Dalmasiyalara ən çox Xorvatiyanın Dalmasiya əyalətində rast gəlinir. İkinci şərt yanlışdır. Dəniz sularının buzlu vadiləri basması nəticəsində formalaşır. Şərti doğrudur. Çünki bu ərazilər buzlaq mənşəli relif formasıdır. Üçüncü şərt də doğrudursa,
Y variantını da silə bilərik. Dağların zirvə hissəsinə yaxın yamaçlarda kiçik buzlaqların və şaxta aşınmasının təsiri ilə yaranmış fincan şəkilli çökəkliklərdir. Hal-hazırda biz burada ensiz, uzunsov körfəzlər görürük. Fincan şəkilli çökəklikləri mən görmürəm. Deməli, 4-cü şərtdə yanlışdırsa, C variantda silinər. Əslində 4-cü şərtin hansı relyef formasını ifadə elədiyini belə bilmirəm. 5-ci şərtə baxaq. Xəritədə verilmiş ərazi ilə yanaşı Alyaska və Çili sahillərinə də rast gəlinir. Bəli, həm Alyaska zonası, həm də Çilinin cənub hissələri fiordların rast gəlindiyi ərazilərdir. 5-ci şərt də doğrudur. Yağış və qar sularının süxurları yuması nəticəsində yaranan quru dərələrdir. Şərt də yanlışdır. Belə ki, burada dəniz görünür. Buranın quru dərə olması yəqin ki, düşünülə bilməz. 6-cı şərt də yanlışdır. Cavab D variantı. Doğru fikirləri müəyyən edək. Orta Araz təbii vilayətində Paleozoin, Devon, Daşkömür və Perm dövrlərinin süxurlarına rast gəlinir. Şərti doğrudur. Azərbaycanın geoloji quruluş xəritəsinə baxsaq, Devonun D hərfi ilə, D hərfi ilə, Daşkömürün C hərfi ilə, Permin isə P hərfi ilə göstərildiyini görə bilərik. Ancaq P-nin ayağında belə bir xətt olarsa, bu paleogen yaşlı süxur deməkdir. Deməli, 1-ci şərt doğrudur. 1-ci şərtin verilmədiyi variantları silirəm. Böyük Qafqaz tektonik qalxma zonasında Mezozoyun bütün geoloji dövrlərinin süxurları yayılmışdır şərti yanlışdır. Çünki Mezozoyun Trias yaşlı süxurları yalnızca Naxçıvanda var. 2-ci şərt yanlışdır. D variantı da ələndi. Respublikamızda palçıq vulkanlarına yalnız tektonik qalxma zonasına rast gəlinir şərti yanlışdır. Böyük Qafqaz tektonik qalxma zonasının savayı Kürt-Ağraq çökəkliyi tektonik əyilmə zonasında da palçıq vulkanları var. Cənub-Şərqi Şirvan düzündə. 3-cü şərt də yanlışdır. Xaçmaz inzibati rayonu bütövlükdə Ön Qafqaz tektonik çökmə zonasına yerləşir. İnzibati xəritə ilə tektonik zonalar xəritəsini tutuşdurub bunu görə bilərik. 4-cü şərt də doğrudur. Tektonik sınmalar boyunca ən fəal zəlzələ fay xətti Şamaxı yaxınlığından Kür çökməsini Böyük Qafqaz qalxmasının ayrı zonada keçir. Biz bilirik ki, ən fəal ərazilər tektonik zonaların aralarındakı tektonik qırılmalarda olur və bu şərt də doğrudur. Böyük Qafqazda vulkanogen çökmə süxurlarına rast gəlinmir. Azərbaycanın geomorfoloji xəritəsində V hərfləri ilə verilən ərazilər vulkanogen süxurlardır və Böyük Qafqaz ərazilərində də və Böyük Qafqaz ərazisində də bu var. Deməli, 6-cı şərt də yanlışdır. Cavab Y variantı. Sxemə əsasən rəqəmlərə müvafiq gələn bulud növlərini müəyyən edək. Burada isti havanın soyuq havanı sıxışdırdığını, yəni isti atmosfer cəbhəsinin yarandığını görürük və isti atmosfer cəbhəsində laylı buludların formalaşdığını da bilirik. Onlar bəlli hündürlüyə çatandan sonra topa yağış buludlarına çevrilir. Deməli, 1 rəqəmi ilə laylı yağış buludları, 2 rəqəmi ilə yüksək laylı buludlar, 3 rəqəmi ilə laylı topa buludlar, 4 rəqəmi ilə topa yağış buludları, 5 rəqəmi ilə yüksək topa buludlar formalaşır. Cavab A variantı. Doğru fikirləri müəyyən edək. Şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edən küləklər yalnız daimi küləklərdir. Şərti yanlışdır. Çünki siklonlar və antisiklonlar da yarımkürələrdən asılı olaraq saat ayarının hərəkət istiqamətində və ya onun əksinə hərəkət edə bilərlər. 1-ci şərti silərik. Atmosferin troposfer qatından eksosfer qatına qədər temperaturun azalması müşahidə edilir. Şərti yanlışdır. Çünki stratosferdə və termosferdə temperaturun artması müşahidə edilir. 2-ci şərt də yanlışdır. Mülayim havanın tədricən yuxarı qalxmasından yaranan buludlar əsasən laylı buludlar hesab olunur. Bunu
12-ci sualda da dedik ki, isti, mülayim hava yuxarı doğru getdikcə laylı buludlar formalaşır. Deməli, 3-cü şərt doğrudur. İstilik qurşaqlarının sərhədləri illik və isti ayın izoterminə görə müəyyən edilir şərti də doğrudur. İstilik qurşaqları xəritəsində görə bilərik ki, isti qurşağın sərhədləri orta illik 20 dərəcəlik orta illik izotermə görədir. Digər, yəni mülayim, soyuq və daimi şaxta istilik qurşaqlarının sərhədləri isə ən isti ayın izoterminə görə verilib. 4-cü şərt də doğrudur. Musson küləkləri atmosferin ümumi sirkulyasiyasında iştirak etmir şərti yanlışdır. 5-ci şərti silsək cavab B variantı qalır. İrkən Milli Parkının Zəngəzur Milli Parkı ilə oxşar, Göygöl Milli Parkı ilə isə fərqli əlamətləri müəyyən edək. Kiçik Qafqaz tektonik zonasında yerləşir. Bu, hər 3 milli park üçün keçərli şərtdir. Deməli, A variantı ələnir. Dağ-meşə landşaftı formalaşmışdır. Dağ-meşə landşaftı formalaşmışdır şərti həm Hirkan, həm də Göygöl Milli Parkları üçün oxşar xüsusiyyətdir. Ona görə də B variantı silinər. Aid olduğu təbii vilayətdə yayı quraq keçən soyuq iqlim yarımtipi formalaşmışdır. Ölkəmizin iqlim tipləri xəritəsindən görürük ki, yayı quraq keçən soyuq iqlim Naxçıvan ərazisində 6 rəqəmlə verilib, Talış zonasında 6 rəqəmlə verilib, amma Göygöl ətrafında yayı quraq keçən mülayim isti iqlim yoxdur. Deməli, cavab C variantıdır. Landşaft inversiyası müşahidə olunur. Landşaft inversiyası Zəngəzur zonasında yoxdur. Vulkanik çökmə sularına rast gəlinir. Bu şərt isə hər 3 ərazi üçün uyğundur. Cavab C variantı. İqlim diaqramı ilə bağlı doğru fikri müəyyən edək. Temperatur xəttindən görürük ki, burada temperatur mənfiyə düşmür, müsbət 10-dan da yuxarı qalxmır. Bu ərazini mülayim iqlim qurşağını kimi götürmək olar. Və temperatur xəttinin də iyun, iyul, avqust aylarına doğru aşağı düşməsi bu iqlim tipinin cənub yarımkürəsindəki mülayim iqlim qurşağı olduğunu görürük. Yağıntının da bol olması buranın mülayim kontinental deyil, mülayim dəniz iqlim tipi olduğu müşahidə edilir. Və bilirik ki, mülayim dəniz iqlim tipi yalnızca Cənubi Amerikanın cənub hissəsində var. Diaqramın aid olduğu ərazi mülayim işıqlanma qurşağında yerləşir, şərti doğrudur. Belə ki, qütb dairəsi Cənubi Amerikanı kəsmir. Deməli, birinci şərt doğru olduğuna görə birinci şərtin verilmədiyi variantları silirəm. Mülayim dəniz iqlim tipinə aiddir. İkinci şərt də doğrudur. Deməli, Y variantda silmək olar. Yayı quraq keçir şərti yanlışdır. Cənub yarımkürəsinin yayı yanvar, fevral, noyabr, dekabr aylarıdır və gördüyümüz qədər həmin vaxtlar yağıntı boldur. Üçüncü şərt yanlışdır. Aid olduğu materikdə, yəni Cənubi Amerikada bərabər rütubətli subtropik iqlim tipi mövcuddur şərti doğrudur. Subtropik iqlim qurşağının şərq hissəsində bərabər rütubətli tipi var, La-Plata körfəzi ətrafında. Dördüncü şərt də doğrudursa, deməli cavab D variantı olacaq. Aid olduğu materikdə mezo yaşlı dağlara rast gəlinir şərti yanlışdır. Çünki Cənubi Amerikada dağlar Alp qırışıqlarında formalaşıb. 5-ci şərt yanlışdır. Diaqramın olduğu ərazilərdə havadan çökən yağıntılar üstünlük təşkil edir şərti də yanlışdır. Çünki dəniz iqliminin mövcud olduğu ərazidə buluddan, kontinental iqlimin mövcud olduğu ərazidə isə havadan çökən buludlar daha çox olur. Deməli, 6-cı şərt də yanlışdır. Cavab D variantı. Doğru fikirləri müəyyən edək. İllik yağıntı miqdarının mümkün buxarlanmaya olan nisbəti, yəni rütubətlənmə əmsalı
Təbii landşaftın ərazi üzrə diferensiyasını, yəni müxtəlifliyini, çeşidliliyini yaranmasının əsas ən mühüm səbəbidir. Bəli, rütubətləmə əmsalının nisbəti ərazidə formalaşa biləcək landşaftları müəyyən edir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Respublikamızda günəş radiasiyasının illik miqdarı 160-200 kilokalori bölsün kvadrat santimetr arası dəyişir. Ölkəmizin günəş radiasiyası xəritəsindən gördüyümüz qədər günəş radiasiyasının dəyişməsi 120 və 160 kilokalori arasında dəyişir. Deməli, ikinci şərt yanlışdır. Böyük və Kiçik Qafqazın yüksək dağlığında günəş radiasiyasının çox olması ilə bağlı olaraq mümkün buxarlanmanın kəmiyyətdə çox olur. Mümkün buxarlanma temperaturun çox olduğu yerə aiddir. Yüksək dağlığa doğru getdikcə isə temperatur azaldığı üçün mümkün buxarlanmanın kəmiyyəti çox olmaz. Üçüncü şərt yanlışdır. Üçüncü şərtin verildiyi C variantını da silirəm. Talış dağlarında yüksəklik artdıqca yağıntıların miqdarı azalır və dağlığın mərkəzi hissəsində cəmi 250-300 mm olur şərti doğrudur. Bilirik ki, Talış dağlarının yüksək dağlığında quru dağ çölləri, dağ yarımsəhraları formalaşır. Respublikamızın 30%-ə yaxın ərazilərini əhatə edən soyuq iqlim şərti yanlışdır. Çünki soyuq iqlim tipi ölkəmizin ərazisinin 20%-dən azını əhatə edir. 30%-ni isə mülayim isti iqlim əhatə edir. 5-ci şərt də yanlışdır. Böyük Qafqazın cənub-şərqində və Kiçik Qafqazın dağətəyi və qismən ortadağlıq zonasında qışı quraq keçən mülayim isti iqlim hakimdir. Ölkəmizin iqlim tipləri xəritəsindən bu fikrin doğruluğunu görə bilərik. Böyük Qafqazın və Kiçik Qafqazın dağətəyi və alçaqdağlıq ərazilərində 3-4-5 rəqəmləri ilə müvafiq olaraq qışı quraq keçən, yayı quraq keçən və rütubəti bərabər paylanan mülayim isti iqlim tiplərini görmək olar. Yəni 6-cı şərt də doğrudur. Cavab A variantı. Xəritə sxemə əsasən Davis, Danimarka və Hudson boğazlarının uyğun gəldiyi rəqəmləri müvafiq olaraq müəyyən edək. 4 rəqəmi ilə Davis, 3 rəqəmi ilə Danimarka və 5 rəqəmi ilə Hudson boğazları verilib. 4, 3, 5 cavab B variantı. Cədvələ əsasən faydalı qazıntıların yerləşdiyi coğrafi obyektlərin doğru verildiyi sıraları müəyyən edək. Birinci sırada xromit verilmişdir və xromit ehtiyatı həm Filippinin Luson adasında, həm də Kiçik Asiya yarımadasında, yəni Türkiyə ərazisində boldur. Birinci sıra doğrudur. Birinci sıranın verilmədiyi variantları silirəm. İkinci sırada kükürt işarəsi verilib. Kükürt işarəsi Kordilyer dağlarında və Şərqi Avropa zonasında çox olduğu halda burada Kaliforniya yarımadası və Falkland adaları verilib. Bu şərt yanlışdır. İkinci şərtin verildiyi A və B variantlarını da silə bilərik. Üçüncü sırada alüminium filizləri, yəni boksit işarəsi verilib. Həm Yamaykada, həm də Cape York yarımadasında bu faydalı qazıntı boldur. Hətta Cape York zonası bu faydalı qazıntıya görə bildiyim qədər dünyada lider olmalıdır. Üçüncü şərt də doğrudur. Dördüncü sırada apatit faydalı qazıntısının işarəsi verilib. Bu faydalı qazıntı əsasən Finlandiyada və Şri Lanka adasında olduğu halda burada Krım yarımadası və Kipr adası verilib. Dördüncü şərt də yanlışdır. Beşinci sırada dəmir filizi ehtiyatı verilib və dəmir filizi ehtiyatı həm Labrador yarımadasında, həm də Hindistan yarımadasında boldur. Beşinci sırada doğrudur. Altıncı sırada uran verilib. Uran Ardenet yarımadasında bol olsa da Somal yarımadasında yoxdur. Deməli 6-cı sırada yanlışdır. Cavab Y variantı.
Cədvələ əsasən doğru olmayan sıraları müəyyən eləyək. Birinci sırada Havr limanı verilib. Fransa ölkəsində və La-Manş boğazına yerləşdiyi verilir. Buradan da görürük ki, Havr limanı həqiqətən Fransada və La-Manş boğazına yerləşir. Birinci şərt doğru olduğu üçün götürmürük. Çünki bizdən doğru olmayanları istəyir. B və D variantları ələnər. İkinci sırada Tampico limanının ABŞ-da və Meksika körfəzində olduğu verilir. Buradan isə görürük ki, Tampico Meksika ölkəsinə aiddir və Meksika körfəzindədir. İkinci şərt yanlış olduğu üçün götürürük. Deməli, A variantda ələnə bilər. Üçüncü şərtdə Genuya limanının İtaliyaya aid olması və Liguriya dənizində olması verilir. Buradan Genuya limanının İtaliyaya aid olub Liguriya dənizində olduğunu görürük. Üçüncü şərtdə doğru olduğu üçün onu götürmürük. Deməli, Y variantda ələnə bilər. Dördüncü şərtdə Sindao limanının Çinə aid olması və Şərqi Çin dənizində olması verilib. Ancaq biz Sindao limanının Sarı dənizdə olduğunu görürük. Deməli, Şərqi Çin deyil, Sarı dəniz olması lazım idi. Dördüncü şərtdə doğru olmayan fikri ifadə elədiyinə görə bizə lazımdır. Antwerpen, Belçika, Şimal dənizi. Burada Şimal dənizi ətrafında olan bir çox liman şəhərini bir sırada verib. Ancaq biz Antwerpenin Belçikaya aid olması və Şimal dənizi sahilində olmasını bilirik. Deməli, 5-ci şərt doğru olduğu üçün götürmürük. 6-cı sırada Xark limanının İran ölkəsinə və Oman körfəzi sahilində olması verilib. Burada isə biz Xarkın İran ölkəsinə aid olub, ancaq İran körfəzi sahilində olduğunu görürük. Deməli, 6-cı şərtdə yanlış fikir ifadə elədiyinə görə bizə lazımdır. Cavab C variantı. Xəritə sxemdə verilmiş delta hansı çaya aiddir? Buradan biz Sinay yarımadasını, Süveyş kanalını, Yordan çayını, Ölü dənizi, Əkəbə körfəzini görürük. Bu ərazidə Aralıq dənizi və bu delta Nil çayına aid olduğunu görürük. Cavab D variantı. Cədvələ əsasən doğru sıraları müəyyən eləyək. Nelson çayı Hudson körfəzinə tökülür və körfəz işarə olunduğu üçün 1 doğrudur. Niger çayı Qvineya körfəzinə tökülür, amma burada dəniz verilib. Deməli, bu yanlışdır. Sena çayı La-Manş boğazına töküldüyünə görə və burada boğaz verildiyinə görə doğrudur. Saluin çayı Andaman dənizinə tökülür, amma burada birbaşa okean verildiyinə görə yanlışdır. Amur çayı Tatar boğazına töküldüyü halda burada körfəz verilib. Deməli, 5-də yanlışdır. Narıncı çayı birbaşa Atlantik okeanına tökülür və bu doğrudur. Cavab 1, 3, 6 B variantı. Verilmiş fikirlərin hansı çaya aid olduğunu müəyyən eləyək. Kürün ən uzun sol qoludur. Qidalanmasında yeraltı sular başlıca rol oynayır və mənbəyini Gürcüstandan götürür. Mənbəyini Gürcüstandan götürməsi bu çayın ya qanıq ya da qabırlı olduğundan xəbər verir və qanığın uzunluğunun 351 kilometr, qabırının uzunluğunun isə 320 kilometr olduğunu bilirik. Deməli, cavab A variantı. Cədvəldə verilən çaylardan hansılarının yerini dəyişsək, onların mənsəblərinin şimaldan cənuba doğru düzgün yerləşmə sırasını müəyyən etmək olar. Burada şimaldan cənuba doğru Qusar çay, Qudyal çay, Qara çay, Vəlvələ çay və Gilgil çay ardıcıllığı olmalıydı. Belə çıxır ki, 3 və
4 rəqəmlərlə verilən çayların yerini dəyişsək, cavabımız alınar D variantı. Avstraliya materikində rast gəlinən təbii zonalar. Dünyanın təbii zonaları xəritəsindən görürük ki, Avstraliyanın Böyük Suarez dağlar zonasında rütubətli ekvatoral meşələr və dəyişkən rütubətli meşələr zonası vardır. Xəritənin legendasında da dəyişkən rütubətli meşələr və rütubətli ekvatoral meşələrin rənglərinə uyğun Böyük Suarez dağlarda onları görmək olar. Xəritə sxemaya əsasən bozqır bitkilərinin yayıldığı əraziləri müəyyən edək. Respublikamızın bitki örtüyü xəritəsini görürük ki, 8 rəqəmi ilə bozqır bitkilər verilib və bozqır bitkiləri Qobustanın şimalında, Qarabağ zonasında, Qarabağ silsiləsi zonasında, Naxçıvanın yüksək dağlıq ərazilərində, Talışın yüksək dağlıq ərazilərində, Qanıq Əyri çayının cənubunda, Ceyrançöl zonasında, Qusar mayili düzənliyinin cənub-şərq qurtaracağında verilib. Buna əsasən cavabın 1, 4 və 6 olduğunu demək olar C variantı.